Bu ölkədə toy günü gəlinin qaynatası və qaynanası mütləq güləşməlidir. Ənənəyə görə əgər qaynata və qaynana güləşməsə, gəlin maşından düşmür. Ona görə də ailə böyükləri hamının gözü önündə güləşməlidir ki, gəlin yeni evinə qədəm bassın. Bu güləşdə qadınlar heç vaxt məğlub olmurlar. Ətrafdakı insanlar da buna heç vaxt icazə vermirlər. Yəni, qələbə mütləq qaynananın olmalıdır. Bu güləş qadınların gücünü və evdəki nüfuzunu göstərən bir şoudur. Bu qəribə adət qardaş Türkiyənin Qaradəniz bölgəsinin Çorum vilayətinə aiddir.